Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam, hörmətli izləyicilər. Kanalımıza xoş gəlmisiniz. Bu videoda 1 avqust 2026-cı il tarixi üçün Azərbaycanın bölgələri üzrə gözlənilən hava şəraiti haqqında ətraflı məlumat təqdim edəcəyik. Videonu bəyənməyi, paylaşmağı və yeni hava proqnozlarını qaçırmamaq üçün kanalımıza abunə olmağı unutmayın. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən ölkə ərazisinin əksər hissəsində hava şəraitinin əsasən sabit və yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində güləşli hava üstünlük təşkil edəcək. Bəzi dağlıq və dağ ətəyi ərazilərdə günortadan sonra qısa müddətli buludlanma müşahidə oluna bilər. İndi isə bölgələr üzrə hava proqnozuna nəzər salaq. Bakı və Abşeron yarımadası paytaxt Bakıda və Abşeron yarımadasında hava əsasən günəşli və yağmursuz olacaq. Şimal-qərb küləyi arabir güclənəcək. Gecə saatlarında temperatur 24-26 dərəcə isti, gündüz isə 29-31 dərəcə isti təşkil edəcək. Dəniz sahilinə üst tutacaq. Vətəndaşlara günün isti saatlarında günəş şüalarından qorunmaq tövsiyə olunur. Quba, Qusa, Xaçmaz, Şabran və Siyəzən şimal bölgəsində hava əsasən açıq olacaq. Səhər saatlarında bəzi dağlıq ərazilərdə zəif duman ehtimalı var. Gün ərzində temperatur 28-32 dərəcə isti arasında dəyişəcək. Şəki, Zaqatala, Qax, Balakən və Oğuz bu bölgələrdə hava əsasən yağmursuz keçəcək. Günortadan sonra dağlıq ərazilərdə qısa müddətli buludlanma mümkündür. Temperatur gündüz 30-34 dərəcə isti olacaq. Gəncə, Naftalan, Samux, Göygöl, Daşkəsən və Goranboy qərb rayonlarında günəşli hava üstünlük təşkil edəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 32-36 dərəcə isti olacaq. Qarabağa və Şərqi Zəngəzur iqtisadi rayonları Xankəndi, Şuşa, Xocalı, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətlərində hava əsasən yağmursuz olacaq. Dağlıq ərazilərdə hava nisbətən sərin keçəcək. Gündüz temperatur 22-32 dərəcə isti arasında dəyişəcək. Aran rayonları Yevlax, Mingəçevir, Bərdə, Ağacabədi, Beyləqan, İmişli, Satlı, Sabirabad, Kürdəmir, Ucar, Zərdab və ətraf rayonlarda hava isti və əsasən yağmursuz olacaq. Günün ən isti saatlarında temperatur 35-38 dərəcəyə çata bilər. Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad cənub bölgəsində hava əsasən açıq olacaq. Dağlıq ərazilərdə günortadan sonra qısa müddətli buludlanma mümkündür. Temperatur sahil boyu ərazilərdə 28-31 dərəcə, dağlıq rayonlarda isə 22-27 dərəcə isti olacaq. Naxçıvan Muxtar Respublikası Naxçıvanda hava əsasən günəşli və quraq keçəcək. Gün ərzində temperatur 34-38 dərəcə isti olacaq. Açıq havada çalışan vətəndaşların günün isti saatlarında ehtiyatlı olmaları tövsiyə edilir. Sonda bir daha xatırladaq ki, hava şəraitində qısa müddətli lokal dəyişikliklər mümkündür. Səyahət planlaşdırarkən və ya açıq havada fəaliyyət göstərərkən ən son rəsmi hava məlumatlarını izləməyiniz tövsiyə olunur. İzlədiyiniz üçün təşəkkür edirik. Yeni hava proqnozları və gündəlik məlumatlar üçün kanalımıza abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərhlərdə bölüşməyi unutmayın. Sağ olun, növbəti videolarda görüşənədək.